Ümumi şəxsi cümlələr haqqında danışırıq. Mübtədası olmayan hərəkət və hökmün hamıya aid olduğunu bildirən sadə cümlələrə ümumi şəxsi cümlələr deyilir. Ümumi şəxsi cümlələrin xəbəri ya ikinci şəxsin təkində, ya da üçüncü şəxsin cəmində olur. Ümumi şəxsi cümlələr həmişə feili xəbərli olur. Əsasən atalar sözləri, məsəllər, hikmətli sözlər, aforizmlər şəklində olur. Məsələn, yeməyənin payını yeyərlər. Yeyərlər nəyi? Yeməyənin payını. Burada mübtədamız varmı? Xeyr, yoxdur. Deməli bu ya qeyri-müəyyən şəxsi cümlədir, ya da ümumi şəxsi cümlədir. Xəbərimiz də üçüncü şəxsin cəmindədir. Yəni hər ikisinin şərtini ödəyir. Amma fərqi nədən ibarətdir? Ümumi şəxsi cümlələrdə fikir hamıya aid olur. Yeməyənin payını yeyərlər. Yəni bu ümumən hər kəsə aid olan bir fikirdir. Məsələn, gərək dostuna sadiq olasan. Konkret olaraq sən sadiq olasan demirik ki, yəni konkret bir insana aid olan bir fikir deyil. Hər bir insana aid olan bir fikirdir ki, gərək dostuna sadiq olsun. Bunun üçün ümumi şəxsi cümlə hesab olunur. Diqqət etməli olduğumuz əsas məqam ondan ibarətdir ki, hər atalar sözünü, hər məsələyi gördükdə onu ümumi şəxsi cümləyə aid etməli deyilik. Nə üçün? Çünki əgər atalar sözünün, məsələnin, hikmətli sözlərin, aforizmlərin mübtədası varsa, müəyyən şəxsi cümlədir. Bunun üçün də birinci növbədə cümləni görərkən təhlil etmək lazımdır. Məsələn, dostlar gündə tanınar. Tanınar kim? Dost. Dost bizim mübtədamızdır. Mübtəda varsa, artıq bu müəyyən şəxsi cümlədir. Daldan atılan daş topuğa dəyər. Dəyər nə? Daş. Daş bizim mübtədamızdır. Mübtəda varsa müəyyən şəxsi cümlədir. Ümumi şəxsi cümlələrdən bu qədər. Əslində çox rahatdır, çox aydındır. Sadəcə olaraq cümləmizi sintaktik təhlil edirik, cümləmizin xəbərinə baxırıq şəxsə və ümumi məzmuna baxırıq.